Salam değerli dostlar. Bugün size öz yaşadığım küçədən bir video rolik göstereceğim değerli dostlar. Dünyanın heç bir yerinde olmayan, yalnız Sabunçu rayon Pirşağı qəsəbəsi yeni yaşayış massivində olan bir zibil qabından, bir zibil atmaq üçün olan qabdan danışacağım sizə. Sabunçu rayon İcra Hakimiyyətinin başçısının və eyni zamanda Sabunçu rayon İcra Hakimiyyətinin vəzifəlilərinin, xüsusən də Pirşağı qəsəbə bələdiyyəsinin bütün heyətinin diqqətinə. Hər kəs xahiş edirəm bu videoya axıra kimi baxsın. Ən müasir və dünyanın heç bir yerində olmayan zibil qabı ilə tanış olaq değerli dostlar. Salam değerli dostlar, sabahınız xeyir olsun əziz dostlar. Mən artıq bu məkandan bir neçə dəfədir yayın verirəm. Gördüyünüz bu məşhur körpü Bakı, Bilgəh, Dərnəgül yolunu birləşdirən və eyni zamanda bu yol körpüdə Sibiriz yaşayış kompleksinə, istirahət mərkəzinə gedən yoldur. Yəni bir sözlə buradan hər gün qonaq keçir. Mən dəfələrlə buradan canlı yayınlar vermişəm. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı hörmətli Adil Vəliyevə müraciət eləmişəm. Değerli dostlar, Adil Vəliyevin vecinə deyil. Amma keçən yayımdan sonra bir yenilik olub. Bir möhtəşəm bir hadisə baş verib. Mən həftənin 5-ci günü Pirşağı qəsəbə bələdiyyəsinin sədr müavini Samir bəy ilə görüşdüm, icra nümayəndəliyi ilə görüş keçirdim. Keçən yayımdan sonra 15-ci polis bölməsinin değerli əməkdaşları, mənim dostlarım mənə zəng elədilər ki, Elnur müəllim, xahiş edirik. Bundan sonra yayım vermiyor. İcra Hakimiyyətinin başçısı bizə zəng eləyir, Elnur Şükürovdan xahiş edir. Mən onlara bildirdim ki, nə qədər burada yüzlərlə ailə yaşayır. O ailələrin zibil qabı problemi həllini tapmayıb, mənim canlı yayınlarım davam edəcək. Demək, keçən yayımdan sonra değerli dostlar bir yenilik baş verib. Sağ olsun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı şəxsən Adil Vəliyev bura bir zibil qabı göndərib. İndiki müraciətim hörmətli Adil Vəliyevə ondan ibarətdir ki, bir maşın göndərəsiz, zibil maşını. Bu zibil qabılar artıq dolub daşır. Bu zibilləri buradan götürsünlər. Bu zibil qabı ən müasir və dünyanın heç bir yerində olmayan, analogu olmayan bir zibil qabıdır. Çox təəssüflər olsun ki, burada yüzlərlə ailə yaşayır və adamlar zibillərini gətiriblər, bu müasir zibil qabına doldurublar. Zibil qabı artıq dolub daşıyır dostlar. Bu bir biabırçılıqdır. Bu biabırçılığa bir dur deyən lazımdır. Mən buradan fürsətdən istifadə edib təkrar müraciət edirəm. Bu ölkədə Adil Vəliyev və Sabunçu rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Pirşağı qəsəbəs bələdiyyəsi və onun əməkdaşları, Pirşağı kənd icra nümayəndəsinin rəhbərliyi, yəni bu qurumlar bu ölkədə kimlərinsə qarşısında məsuliyyət daşıyırsa, həmən şəxslərə müraciət edirəm. Xahiş edirəm. Bu biabırçılığa son qoymaq lazımdır. Qardaş, bu müasir yol, bu müasir körpü, bu müasir infrastruktur layihələri, bu da gözəl bir mənzərə, bu da biabırçı bir mənzərə. Belə şey mi olar qardaş? Diqqətli izləyicilərimizin xatirəsində qalar, yaddaşında qalar. Eynən zibil poligonu. Biz yayımı verdik. Gəldilər, burada olan zibilləri yandırdılar. Təkrarən eynən. Yəni burada mən vətəndaşlardan niyə günah görmürəm değerli dostlar? Niyə? Çünki bir zibil qabı qoyular ki, vətəndaş görər ki, zibil qabı buradadır. Zibilini bura atmaz qardaş. Sabunçu rayonunun Pirşağı qəsəbəsində zibil qabı problemi. Hər gün bu yeni yaşayış massivinə zibil qabı qoyulana kimi mən buradan bu dövləti idarə edən vicdanlı şəxslərə, xüsusən də Sabunçu rayon İcra Hakimiyyətinin başçısının və Pirşağı kənd bələdiyyəsinin, Pirşağı kənd icra nümayəndəsinin
kimin qarşısında məsuliyyət daşıyırsa, onlara buradan müraciət edəcəm. Qardaş, bu biabırçılıqdır ki, bu biabırçılığa son qoymaq lazımdır. Nə qədər bu problem həllini tapmayıb, mənim yayımlarım davam edəcək, dəyərli dostlar, və o ki, Salmonçu rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı mənə zəng edən dostlara da burada müraciət edirəm. Xahiş edirəm, mənə zəng eləmək lazım deyil. Mən sizlər şəxsən 15-ci polis bölməsinin rəisindən və orada mənim bir dəyərli dostum var, ona mən dedim. Mənə zəng vurdular, xahiş edildilər, təkrar deyirəm. Mən dedim ki, mənim yayımlarım dayanır, bura bir zibil qabı qoyulsun. Qardaş, bu yoldan utanmaq lazım deyə, bu müasir səviyyədə yol deyə. Buradan qonaqlar keçir. Buradan Sibrizə qonaqlar keçir, ha kişi hər gün. Bu nə biabırçılıqdır, nə mənzərədir? Bu nə zibil qutusunu qoymuşsunuz bura, qardaş? Bu zibil qutusunu hardan tapmışsınız? Hansı ölkədən gəlib bu zibil qutusu? Nədir bu? Nə biabırçılıqdır bu? Belə dostlar, yayımımızı bəyənin, paylaşın. Kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.